bəxtim gətirdi. Şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa, yetdi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Səni mənə versələr. Xəzər, bax bəlkə də tərəddüd edirsən, amma inan ki, bizim başqa variantımız yoxdur. Tərəddüd eləsən burada mənim nə işim var eləyim? Biz Ramizlə Sevdanın xoşbəxtliyi üçün bunu eləməliyik. Sən ən düzünə edirsən. İnşallah ki, ən düzünü eləyirəm, nə bilim. Bacımın xoşbəxtçiliyi, Toğrulun üzünün gülməyi mənim üçün hər şeydən vacibdir. Ona görə inşallah ki, verdiyimiz qərar səhv qərar deyil. Amma səndən bir xahişim olacaq. Buyur də. Yəni, bu aramızda olanların oyun olduğunu heç kim bilməsin. Yaxşı, öz aramızda qalsın, xahiş edirəm. Onu deməsən də olar. Narahat olma, onsuz aramızda qalacaq. İnşallah. Narahat olma. Su iç. Başa düşmədim, sən nə danışdırırsan? Qardaş, adın nə oldu? Araz. Araz, mən sənin nə dediyini başa düşmürəm. Mənim eşitdən deyirəm xəbərim yoxdur. Kimsə nə deyib bilmirəm, amma mənim eşitdən xəbərim yoxdur. O mənim işimdir, məndə qalsın, onun sana heç bir dəxli yoxdur. Amma deyirəm də, axırız dəfə olsun ki, sən Ləmanı incidirsən. Ay insan, eyni şey yenə taşlayırsan. Qışqırma. Deyirəm xəbərim yoxdur da Yavaş mənim. danış, ha. Başa düşmürsən sən, telefon almandan xəbərim yoxdur mənim. Bilmirsənsə, başa düşmürsən sən. Çox maraqlıdır. Qaqa, bir dənə sürə kişilərin dükanına gedək də. Tez. Qardaş, mən belə işləmirəm, sifarişlə işləyirəm. Qaqa, sifarişimə vaxtım yoxdur, tez gəl gedək də. Sən başa düşmədin nə deyirəm qaqa, deyirəm belə işləmirəm. Qaqa, artıqlamasını verəcəm də pulun, gəl. Belədir də bir yaxda. Otur. Ama hazırlaş. Leyliyə elçi gedirik. Nə? Leyliyə? Sən nə danışırsan, ay bala? Nə lazımdırsa ged almama. Xəzər, ağlını başıva yığ. Eşidirsən? Ama nə olar, xahiş edirəm. Söhbəti uzatmayaq da. Diyan görmü? Sən çıxış yolunu bunda görürsən. Mən o qıza elçi getməyəcəm. Siz tamam başqa dünyanın adamlarısınız, Xəzər. Onu bilirsən sən. Mama, sənlə dalaşmaq istəmirəm. Söz dedim ha. Xəzər, mən gözüm görə nə səni, nə də o qızı bədbəxtçiliyə sürükləyə bilmərəm. Sənə dedim ki, bu iş olmayacaq. Vəssalam. Ay Araz, sən axı niyə gedib onunla danışdın?
Lazım değildi. Özü də pis elədin. Məncə lazım idi. Heç kim səni incidə bilməz, başa düşürsən? Lap qardaşın da olsa belə səni incidə bilməz. Onsuz da o söz başa düşən deyil. Anam da 1000 dəfə deyib ona. Özün elə aparır ki, elə bir ki, bu insanın heç nədən xəbəri yoxdur ha. Elə bir ki, ömründə bir dəfə də olsun sənin xətirinə dəyməyib. Onun danışığından mən ümumiyyətlə heç nə başa düşmədim da. Yəqin qorxub da səndən, ona görə boynunu almayıb. Qorxmağa yaxşıdır da. Qoy qorxsun ki, bir də sənə əl qaldırmasın. Bundan sonra heç kim sənin xətirinə dəyə bilməz. Heç kim səni incidə bilməz. Hər zaman arxandayam, hər zaman da sənin yanındayam. Mən bu dünyada tək başa düşən, məni qoruyan, sevən adam sənsən. Mən indiyə kimi heç kimdən sevgi görməmişəm ki. Nə yaxşı ki, sən varsan. Narahat olma. Hər zaman da belə olacaq. Mama, heç olmasa sən məni başa düşdə nə olar? Sən məni başa düşməyəndən sonra başqaları məni necə başa düşsün, hə? Xəzər, sənin bizə görə çəkmədiyin əzab-əziyyət qalmadı. Eləmə də belə. Niyə öz xoşbəxtliyinə daş atırsan? Elə şey olmayacaq, vəssalam. Mama, mənim xoşbəxtliyimi, öz xoşbəxtliyimi keçdim. Mən Sevdanın bədbəxt olmağına göz yuma bilmərəm. Bir parça uşaq qalıb ortada. Toğrul istəyir ki, anası, atası, hamısı onun yanında olsun, xoşbəxt olsunlar. Mən necə göz görə-görə nəsə bir hərəkət eləməyim? Ona görə elə verdiyim ən düzgün qərar budur. Xəzər, mən də öz balamın xoşbəxtliyini düşünürəm. Bildin? Dedim ki sənə, mən o qıza elçi get. Ay mama, yaxşı da deyəndə hara gedirsən? Nə olar? Sakit ol bir dənə, xahiş edirəm. Sakit ol. Sakit ol. Bax, canındayıq bir dəqiqə. Bax, 200 nəfər səni görür. Gəl, davay. Hayır, başıma dönərəm. Cavan uşaqsan görürəm. Məktəblisən özündə. Dava-dalaşdan heç kimə xeyir gəlməyib, ha? TikTokda 200 nəfərin içində nə dalaşırsınız? Hayır, yetkinə məşğul oldu. Hə? Mən məktəbdə oxuyanda sən bəlkə anadan olmamışdın, ha? Buna danışıqdı mənlə danışdın. Hayır, taksidən taksini sür də. Başın girmək yerə burnu niyə soxsan ki? Şuna elə sənə məsləhət verəndədir. Ha, yaxşı, ha. Görürəm ki, səni belə baş sala bilməyəcəm. Amma keç otur, sənə bir şey deyəcəm. Yaxşı da qurbanım, ağlama. Biz Leyli ilə bir plan qurmuşuq. Nə plan ay bana? Leyli gəldi mənə dedi ki, sən Ramizin Sevda ilə barışmağını istəyirsənsə, yalandan bizə elçi gəlin, ara düzəlsin, Sevda evinə qayıtsın. Sonra da dedi ki, mən özüm nişanı geri qaytararam, deyərəm ki, mən istəmirəm. Ramizi də ancaq belə razı sala bilərəm. Mən də qəbul elədim, neyniyim? Sən də Leylinin sözünə inandın, hə? Mama, inanmasan başqa variantın var, başqa çıxış yolun varsa denən ki, bax Xəzər, get bunu elə, Sevda öz evinə qayıtsın. Mən başqa çıxış yolum, başqa variantım yoxdur. Ona görə inansam da, inanmasam da belədir vəziyyət. Amma mən Leyliyə inanıram. İnanıram ki, o mənə qarşı səhv hərəkət eləməz. Çünki dəfələrlə danışmışıq bu söhbət onunla. Amma səndən artıq dərəcədə xahiş edirəm. Nə olar, Sevdaya bu məsələ ilə bağlı bir kəlmə də demə, yaxşı? Xəzər, mən ona inanmıram. Sən ona inansan da, inanmasan da vallahi başqa çıxış yolunu çarəm yoxdur mənim. Səndən tək xahişim odur ki, nə olar, Sevdaya heç nə demə, heç nə bilməsin. Ana bala ikimizin arasında qalsın, yaxşı? Ağlama, ağlama da... Xəzər, sən dünyanın ən yaxşı qardaşısın. Sən dünyanın ən yaxşı oğlusun. Yaxşı da yaxşı. Yaxşı. Yaxşı da sakit ol. Ləman, sənə deyəndə ki, yalanlarını biraz azalt, sözümə məhəl qoymadın, görsən?
İndi bir üstə açılır sözlərin. Peşman eləyirsən sənə söz deməyə. Ay qızım, heç olmasa indi mənə qulaq as da. Bax sənə deyirəm, bundan sonrası lap pis olacaq. Mən necə deyim bunu Araza? Mümkün deyil. Deməlisən. Bəri başdan Araza de ki, bəlkə sənin qızını qəbul elədi. Yalan üstündə ailə qurmaq olmaz. Bugün sabah Araz biləndə sən onun üzünə necə baxacaqsan, hə? Mənə cavab verdi, necə baxacaqsan? Sən nə hoqqa verirsən? Hı? Qolumu burax. Nə hoqqa verirsən? Araz mənə dedi ki, qızı vurma, incitmə. Nəyə görə elə mənə dedi? Ha? Deyirəm qolumu burax, incidirsən. Sualıma cavab ver. Elə eləmə ki, sən burada vurum öldürüm. Niyə elə dedi Araz? Nə bilməyim. Ay oğlum, sən də biraz sakitləş də. Bəlkə Araz səhv başa düşüb. Ortada elə bir söhbət yoxdur, vurmaq, incitmək. Bax, mən sənə deyirəm, biraz bunu kişirdirsin, şişirtmə biraz. Amma Araz mənə elə dedi, ha? Telefonla söhbətdir. Bilmirəm, yəqin ya sən nəyisə səhv başa düşmüsən, ya da o görəndə ya da zəng eləndə soruşaram. Ləman, bax sənə deyirəm. Bax, mən səni yaxşı tanıyıram. Sən ortalığı nəsə qarışdırırsan. Bax, eləmə ki, sən burada yıxın vurum öldürüm. Başa düşsən? Əsəbləşdirmə məni. Elə eləmə ki, axır pis olsun. Burax qolumu. Ay, çox sağ ol. Gəlinlər arasında yarış keçirdi. Birinci yerdə sən çıxarsan da bu çayın dadlılığına görə. Nuş olsun için. Balaca gəlinlərin qulağından uzaq. Onu da düz deyir. Ay Araz, paltarları yuyurdum. Bunu tapdım, zəmanət kağızı. Sən telefon almısan? Hə, almışam. Sənin telefonla nə olmuşdu ki, almısan? Özümü almamışam ha. Ləman telefonu sınmışdı, qırılıb. Onu aldım. Ay bala, ilin günün bu vaxtı nə vacibdir belə bahalı telefon almısan? Neyniyim, o telefonu bəyəndim, mən də qəlbini qırmadım, aldım. Yaxşı eləmirsən, qardaş. Düz eləmirsən. Bəs yaxşı onun pulunu hardan aldın? Kreditdə almışam. O lap pis. Bir dənə telefona görə adam gedib kreditə girir. Bu boyda bahalıqda sənə vacibdir ki, gedib kreditlə telefon alasan. Telefon nədən ötürü lazımdır? Alo, salam, sağ ol, budur da. Adam öz ayağını yorğanına görə uzadar da. İlin günün bu vaxtında bilirsən nə qədər xərcimiz çıxır. Mən demirəm, alma nişanlının da əcəb eləyib almışsan. Sən olmalısan da kim olmalıdır ki? Bu bir cübüyə görə hərəkət elədi. Ata, narahat olma, indi işləyib yavaş-yavaş ödəyəcəm mən. Sən narahat olma, indi qızın qəlbi necə qırım, Emir? Əşi, yaxşı olar inşallah. Çayı da götürürüm, çöldə istəyəcəm, heç söhbət verirəm. Araz, bax, ata nə deyirsə düz deyir, sən onun sözündən incimə. Bax, nişan ərəfəsində bu boyda xərc lazım idi. Hələ bilirsən nişana nə qədər xərcimiz var. Sən olacaq. Mən biraz pul yığmışam, pul düzəltmişəm. Gəl bunları zəhmət olmasa götür. Gəlinlərlə gedin, Ləmanı da götürün, aparın dükana. Nişan üçün paltardır, ayaqqabıdır, onları alarsınız. Yenə işləyib pul düzəlib gətirib verəcəm, qalan şeyləri də alarsınız. Sən ürəyinə qızı kəsərəm. Biraz da məndə var üstün düzəldərik. Narahat olun. Sağ ol, böyük qardaş, həmişə ata əvəzi olur. Bura haradır? Düş biraz təmiz hava. Abi, mən səni bura gətirdim, mənim bax, sarı gətiribsən mənə. Bilirəm də. Nə bilirəm, mən də məzənərsən sən. Mən sənə dedim, əkişlərin dükkanının qabağına sür.
bu əsəblə mən sənə heç yerə aparası deyirəm. Düş bir təmiz havalı özünə gəl, sonra hara lazımdır aparacam. Ay, sən kimsən ki, mənim işimə qarışsan? Mən tüpürdüyümü yalayanam ki, indi oraya getməyim. Sənə deyirəm ki, aparacam da, narahat olma. Özüm aparacam özünə. Tüpürdüyümü niyə yalayırsan? Əsəbisən də, əsəbi başda ağıl olmaz. Uşaqsan, bilmirsən. Yəni, dava eləmək heç yaxşı şey deyil də. Allah zor eləsin, əlindən bir xatazat çıxar. Sakitləş, görək nə edirik? Allah ki, sən başın qaçıb, axman bir axmaq. Hə, ağzıma gələn danışmır. Birincisi, sən özündən böyüylə danışırsan. Bu cür danışma. Özümüz dalaşacağıq indi. Bilmirəm kimlə sporun düşüb, nə düşüb. Kömək eləmək istəyirəm, onun mənimlə danışığına bax. Uşaqsan da, deyirəm, bir sakitləş, özünə ələ al, topla, sonra hara lazımda aparacam da. Oturduğun yerdə işə düşmək buna deyilir də. Deyinmə. Düş aval deyirəm sənə. Düş də düş. Eşidirəm, ağzıma gələn danışma çöldə. Sakitləş gəl. Amma qulaq as, Can. elçi getmək üçün nə almaq lazımdır? Elçi getmək üçün şokolad qutusu, şirniyyat, yəni belə şeylərdə. Nəyə görə soruşursan ki? Heç nə. Get nə lazımdırsa al, hazırlıq gör. Kim nə üçün idi ki? Xəbəri yox deyil bunun. Qardaşının. Qardaşın evlənir də bəs. Leyli ilə. Nə danışırsan sən, Xəzər? Mama, hazırlaşın. Hər şey hazır olandan sonra elçi gedək, yaxşı? Xəzər, Aycan. canım bir belə, mən balam. Bu sənin qəti fikrindir. Bax, belə şeylə zarafat olmaz. Yox, nə zarafat. Qəti. Qəti fikrimdir, qəti qərarımdır. Siz hazırlaşın, hər şeyi hazır eləyin. Yaxşı, yaxşı. Nə olub ay Sevda? Rus Allahı kimi başım üstə durma. Keç orada tut. Xəzər, Ha. nəyə lazımdır axı bu elçilik? Sən onu sevmirsən. Sevda, mən gəlib burada demədim ki, mən Leyliyə elçi getmək istəyirəm. Əziz bacım, olar ya olmaz. Mən səndən məsləhət aldım, yox. Mən deyirəm ki, getmək lazımdır, getmək lazımdır. Bu qədər. Sən mənim fikrimə, qərarıma hörmətlə yanaş da. Bəs mən sənin qardaşınam axı. Başa düşürəm. Hə? Amma sən onu sevmirsən, axı sən Nazlını sevirsən. Sən onunla evlənməlisən. Mən imkan vermərəm ki, mənə görə, göz görə bəddbəxt olasan, Xəzər. Sevda, Nazlının qardaşları mənim Nazlı ilə evlənməyim üçün özün də bilirsən ki, mənə necə dəxilsiz, mənasız bir şərt qoyublar. Mən də bu adamların şərtini qəbul edə bilmərəm. Başa düşdün necə? Sən onların şərtinə görə yox, Ramizin şərtinə görə hərəkət edirsən. Xeyr, mən Ramizin şərtinə görə hərəkət eləmirəm. Mənə elə bir şərt qoyan ailənin qızından evlənə bilmərəm. Mənə görə bədbəxt olmağını istəmirəm. Mən sənə görə niyə bədbəxt oluram? Deyirəm ki, mənim fikrimə qarışma da. Qarışacam, Xəzər. Qarışacam çünki sən mənə görə özünü bədbəxt eləyirsən. Mənə görə özünü oda atırsan. Mən özümü bədbəxt eləmirəm. Sən başa düşmürsən mənim sözümü? Deyirəm ki, mənə elə bir şərt quran ailənin qızından evlənə bilmərəm. Mənim deməli qismətim elə uşaqlıqdan Leyli ilə imiş. Mən də qismətimlə, taleyimlə barışıram. Ona görə də Leyliyə elçi gedəcəksiniz. Nazlı mənim gözümdə 1 qram da dəyəri yoxdur. Başa düşdün? Yalan deyirsən. Yalan demirəm. Nazlı sənin gözündən düşə bilməsən, o qədər onu sevirsən, o səni sevir. Necə sənin gözündən düşdü iki daşın arasında? Yox. Nazlının inan ki, mənim gözümdə 1 qram da olsun dəyəri yoxdur. Yəni sən də öz üstüvə heç nəyə götürmə. Sənlik bir şey yoxdur, yaxşı? Yalan danışırsan, Xəzər. Yox. Göz görə özü bədbəxt eləyirsən. Yox, bədbəxt eləmirəm. Yalan da danışmıram. Gedin hazırlaşın. Nazlı sənin gözündən düşürsə, sən də mənim gözümdən düşərsən. Necə? Yaxşıdır, bu da yaxşıdır, amma biraz elə bil üzümə yaraşmadı. Yaxşıdır.
Biri seçir hələ. Bilirəm ki, gərək Nərminə gətirərdik. Bununla qızının payını verərdik. Görürsən 3 saatda axtarır, hələ bir şey tapmayıb. Hər şey bir mız qoyur. Şəkər yaxşı da sakit ol. Onun nişanıdır da, qoy ürəyə nə istəyir, onu da baxsın, alsın da. Onsuz da sakitəm də görmürsən, ağzım açılmır. Ağzım açılsa pis açılacaq. Bəsdir. Bu necədir? Elə bir biraz rəngi səni boğur. Yox, mənə elə gəlir ki, mənə bu rəng yaraşır. Məncə Sənvər bacı bizdən böyük də, böyüklərin dünya görüşü daha fərqli olur, yaxşı olur. Elə o düz deyir, biraz rəngini boğur. Birinci dəfə deyir ki, paltar alıram. Nə rəng mənə yaraşır, özüm yaxşı bilirəm. Əsas odur ki, sənin ürəyincə olsun. Xoşun gəlirsə alaq. Alaq, amma mənə elə gəlir biraz köhnə dəbdir. Yəni nişanındır da, daha yaxşı, yeni dəbə uyğun bir şey ala bilərik də. Mənim yaşım azdır. Köhnə dəbi görməmişəm ki, hardan bilə bilərəm. Necə seçim? Canım mənim, canımın içi. Müasir dövrün inkişaf eləmişləri də var, geridə qalmışları da var təbii ki. Biz birinciyə aidıq. İkinciyə aid olanlar getsinlər, öz geyimlərinə baxsınlar. Bəsdir də, elə bil ki, çox oldu. Bəsdir, qoy nə istəyir alsın. Yəni, mən düz eşitdim, o mənə geridə qalmışdı. Yoxsa elə gəldi. Bunun dilinə bax. Şəkər, elə bir birinci sən ona dedin də, yaxşı da bəsdir. Düz deyirlər, bax, qayın arvadı, xain arvadı. Bunun ürək xaindir, onun ürək xaindir. Ay qız, hələ o təzədir, o bizi tanır. O bir dəqiqə bizi elti gözündə görür. Sən böyüksən də, yola verin. Alışana qədər də sakit ol. Nə oldu? Xoşuma gəldi? Alaq onu. Pisdir ki. Yo, very nice xain. Şəkər elə bir ki, arada belə ingilis dildə danışır. Sən istəyirsən, bax, burada çeşidlər çoxdur. Bax, ürəyin istəyəni seç. Rahat-rahat gəz bax. Gedim seçim. Deyəsən bəyənmədiniz. Gedim başqa paltarlara baxım. Necə istəyirsən, bax, rahat-rahat gəz, bax. Bəyəndiyin olsa bizə xəbər elə, buradayıq. Dediyinə bax hələ. Mən geridə qalmışam ki, nə olar? Ən qəşəng paltarı mənə. Yaxşı da. Mən də gedim baxım görüm o tərəflərdə nə var. Qəşəng bir şey olsa mənə dedi. Satdıq ha. Qaraş budur. Səbirli ola dediklərimi yadından çıxartma yaxşı. Dayan bir düşək də. Ha gözlə də Sən deyil. qorxundan azmışdın. Səndən qorxan sən kim olar, hə? Abi də səbirli olun. Ay. Kim nə gətirmisən? Sən sırada bir suda gəldi. gəldi. Ya sakit ol, taksi şoförüyəm bax. Mən sənətimlə taksi şoförünü deyim. deyim. Da. Gördüm əsəbi siz dalaşasınız, ona görə gəldim ki. Gəlmədən tək dalaşacağam. Bildim də, deyəm, yolda sən söz dedim, bax, yekə oğlansan. Nə üstə dalaşsınız, nə olur? TikTokda video paylaşıb götürüb rey almışam, artıq əsiz Düzgün sözlər danışdın yazdım. da. Bay, davaya bax, davaya bax. Məzələsiz mən. Cavabını verməyə çağırmalıyım, nə bəs? Deyən də, yekə kişi siz bir dalaşdığınız səbəbə bax, TikTokda nəyisə yazıb. Niyə yazsan, sən də xəstəsən? Bunun payına o düşür. Sən biraz səbirli ol. Yaxşı. Ha, görüb davaya bax. Ha, cavan uşaqsınız, qaqa. Bir kişi ilə oturub söhbət eləyər. Başa düşər. Beləliklə Bu başa söhbət eləməyə düşəndir. dəymir. Ha, bildim Başa də düşəndir deyəndə bu. söz soxmayın bir-birinizə. Söz deyirəm, böyük danışın. Oturun söhbət eləyin, aydınlaşdırın nədir? Ya TikTok üstündə adam dalaşar. Cavabını verməliyəm ya yox? Bildim də, hə, cavabını verdi. Nə olacaq? Yaxşı dalaşın, buraxıram dalaşın. Biriniz gedəsiniz qəbirstanlığa Allah uzaqlasın. Biriniz də polis. Gedər yeyib yox. Gedər yeyib, yekə danışma buna bax. Adam heç özündən başqasını fikirləşmirsən sən. Adam belə şey eləyər ha. Evdəkiləri fikirləşin də. Ana qalacaq gözü yaşlı, ata qalacaq gözü yaşlı. Kişinin oğlu ürək yazıb, bu da sestinə də davaya çağırıbdır. Sərtcə cavabını verməliyəm də hər Bildim, hə, verərsin. Söhbət Cavab verərsən sən. Əlvi salaşar. Yaxşı elə. Deyən, hə, istəyərsən anan gözü yaşlı qalsın. Yox. Sən istəyərsən, absolut danışın, barışın, qutarsın, getsin də. Nədir, çox pis söz yazıb, nə yazıb? Yazıb da yazacağım. Mən də cavab verməyə çağırmışam. Hə, Ya bildim söhbət də, başa eləyək. düşün, öpüşün, görüşün. Əli uzat, uzat da əli. Sən də uzat. Şu, harada qalsan sən? Məktəb tərəfdə. Sən harada qalsan? Oturun başına aparım sizi. Oturun. Görməyim, hə, dalaşırsınız.
axır gəlib çıxa bildiniz. Mənə baxın necə oldu? Çatdı pul. Pul? Hə. Hə, niyə çatmasın ki? Maşallah. Sevib seçdiyin qız o qədər gözü toxdur ki, pul niyə çatmasın ki? Düz deyirsən doğrudan. Ayaqqabının pulunu səni bərbacı verdi. Daha doğrusu hədiyyə elədi. Niyə pul çatmadı ki? Qardaş, sənin o seçdiyin qızlar var ha, hamısı o qədər bahalı qızlardı ki. Allahdan sənə ruzi diləyirəm, başqa heç nə. Bir də ki, ay Araz. Hə. Bax, sənə bir şey deyim. De görüm nə olub? Sən bu Ləman var ha. Hə. Ləmanla biraz belə nəzarətli danış da, yəni çalış nəzarətdə saxlayarsan. O nə deməkdir ki? O deməkdir ki, indi Ləman ola bilər ki, sənə nəyisə düz deməsin, nəyisə yalan desin, ya da nə bilim, ola bilsin səni bəlkə allatsın. Ya şəkər, açıq danış görüm nə olub? Bax, bayaq paltar dəyişəndə onun telefonuna zəng gəldi. Bir də çantası da açıq idi da. Baxdım, gördüm orada 2 dənə telefon var. Biri sənin aldığın o təzə telefon, biri də köhnə telefon. Necəsən Sevda? Nə əcəb? Yaxşı olasan, sən görməyə gəldim. Nə olub, nəsə olub? Sənin vacib sözün var.